Aloe vera, daha doğrusu aloe vera haqqında danışmaq istəyərdim. Çox faydalı bir bitkidir, çox faydalı həqiqətən. Bəzən o qədər faydalı bitkilərimiz var ki, mənim də belə yadımdan çıxır. Amma istifadə edə biləcəyimiz faydalı bitkilərdən də biri aloe vera bitkisidir. Bitki həm xaricə istifadə olunur, həm daxilə istifadə olunur. Bəzən bu bitki ilə gözəllik bitkisi də demək olar. Çünki bitkinin pH-ı bizim dərimizin pH-ı ilə eynidir. Və buna görə də bu bitkinin gelini, yəni ortasının gelini götürüb biz əgər dərimizə çəkəriksə, heç bir qıcıqlanma vermir. Nadir hallarda verə bilir, allergiya verə bilir, amma əksər vaxtlarda vermir. Və bu da özəlliyi də bunun budur ki, biz bütün dəri xəstəliklərində geniş istifadə edə bilərik. Aloe veranın ümumiyyətlə özünün çox zəngin bir gelinin tərkibi var. Və alimlər araşdırıblar, görüblər ki, 200-dən artıq aktiv birləşmə var tərkibində. A vitamini, C vitamini, beta-karotin, B1, B2, B3, B6, B12 vitaminləri var. Yəni, çox zəngin bir tərkibi var və bu zənginlikdən dolayı da gözəl təsirləri var. Birinci götürək xaricə aloeni necə istifadə edə bilərik. Deməli, aloe alanda çalışın ən böyüyün alın, ən yekəsini alın. Və onu öyrənin ki, aloe ən azı 2 illik olmalıdır. 2 illik aloenin, belə deyərdim ki, təsiri və tərkibi çox zəngin olur. Aloenin aldınız, məsələn, lap dipçəkdə aldınız və yaxud da ki, bazarda görmüşsə, birinci onun alt, yoğun hissələrindən başlamaq lazımdır. Çox sadə bir istifadə qaydası var. Yəni, aloenin kəsirsiniz, ortasının geli var, geli. Onu çıxardırsınız, onu adi məsələn belə kartof soyanla aloenin qabığını soyub, ortasının gelini çıxadıb, şüşə butulkalara töküb istifadə edə bilərsiniz. Və yaxud da ki, elə gündəlik olaraq hissə-hissə bax belə kəsin aloeni. Ortasının gelini çıxardın, hansı məqsəd üçün istifadə edirsinizsə o qədər. Məsələn, günəş ləkələri. Xanımlarımız üçün mükəmməl bir günəş ləkəsindən qorunmaq üçün və günəş ləkəsini aparmaq üçün ən gözəl, belə deyərdim ki, vasitələrdən biridir. Günəş ləkəsində nə edirik? Əgər sifətdə günəş ləkəsi varsa, pigment ləkəsi varsa, müxtəlif yanıqlar varsa, gündə 1-2, bəzən 3 dəfə nazik qatırla həmin geli çəkirik üzümüzə. Əgər bizim dəri toxumamızda yanıqlar əmələ gəlibsə, məsələn, ola bilir, qaynar su tökülür, yandıra bilir, qaz yandıra bilir. Bax, onu da həmin geli ora çəkməklə sürətli şəkildə orada regenerasiyanı bərpa edə bilərsiniz. Dəri yaralarında və ekzemalarda, məsələn, kök adamlar var, dolu kök adamlar var, onların ayaqlarına trofik yaralar sıxır. Bax, trofik yaraların da müalicəsində yenə də geli həmin yaraların üzərinə çəkə bilərsiniz. Ekzemalar var, qaşınan ekzemalar, illərlə bəzən insanlarda olur. Yenə də ekzemanın müalicəsində evinizdə saxladığınız həmin aloenin şirəsini, gelini çəkə bilərsiniz gündə 3 dəfə. Hətta saç tökülmələrində belə geli su ilə qarışdırıb saçınızı nəmləndirərək, saçınıza çəkərək saç dərisinin də həmişə nəmli saxlaya bilərsiniz. Bu aloenin xaricə istifadə qaydaları. Keçək aloenin daxilə istifadə qaydaları necədir? Daxilə istifadə qaydası bir neçə formalarda olur. Deməli, həmin geli içə də bilərsiniz. Yenə dediyim kimi, gündə 3 dəfə yeməkdən qabaq bir xörək qaşığı içə bilərsiniz. Həmin geli su ilə qarışdırıb da içə bilərsiniz. Yenə, məsələn, bir xörək qaşığı geli götürüb 2-3 xörək qaşığı suya qarışdırıb da içə bilərsiniz. Və yaxud da belə eləyirsiniz, deməli, aloenin gelini toplayırsınız 100 qram, 100 qram bal və 50 milliqram su, bunların hamısını bir-birinə qarışdırırsınız. Soyucuda saxlayıb, bundan gündə 3 dəfə yeməkdən qabaq bir xörək qaşığı yarım stəkan suya qarışdırıb içirsiniz və yaxud da gündə 3 dəfə bundan yeməkdən qabaq 1-2 xörək qaşığı ilə özünü içirsiniz. Nədən ötürü içirik biz bunu? İndi problemləri mən sayım, dinləyin, baxın, görün, nə qədər xəstəliyə faydalıdır. Deməli, aloe özü ürəyin aortasının və qan damarlarının sklerozunda daha çox istifadə olunur və deyərdim ki, bir nömrəli dərman bitkilərindən biridir. Baxın, gedib məsələn angioqraf edirik, anjo elətdirirsiniz və yaxud da ki, echo elətdirirsiniz. Bu zaman orada həkim yazır ki, aortal damarların sklerozu. Bax, bu aortal damarlarının sklerozu varsa ən mükəmməl aloe istifadə eləməkdir. Və yaxud da ümumi damarların sklerozu, məsələn, damarların sərtləşməsi, damarların kobudlaşması, damar divarının qalınlaşması kimi hallar varsa, bu zaman da biz aloedən istifadə edə bilərik. Yəni, ürək qan damar sistemi üçün mükəmməl bir dərman bitkisidir. Bu bir.
beynimizə çox gözəl təsir göstərir. Çünki ümumiyyətlə damar sklerozlaşması gedərsə əgər, damarların daxilində qalınlaşmalar gedərsə əgər, bu birinci növbədə özünü bizim beynimizdə göstərir. Yəni başda küy əmələ gəlir, qulaqlarda küy əmələ gələ bilir və bunların hamısında da yenə də aloe ilə daxilə qəbul olunması çox faydalıdır. Bu bitki sanki bir regenerasiya edici bir bitkidir. Yəni toxumaları sağlamlaşdırmaq üçün, eroziyaları aradan qaldırmaq üçün çox gözəl bir bitkidir. Buna nə edirik deməli? Qastritlərdə, ezofagitlərdə, qida borusunun problemlərində, duodenit dediyimiz 12 barmaq bağırsağın iltihabında və yaxud da ki, iltihabında və ya yaralarında aloenin balla qarışığını biz içirik. Məsələn, 100 qram aloe şirəsi götürürük, 100 qram bal götürürük və 50 qram su götürürük. Bunların hamısını bir-birinə qarışdırırıq. Gündə 3 dəfə bundan yeməkdən qabaq bundan 2 xörək qaşığı yarım stəkan suya qarışdırıb içirik. Çox gözəl, regenerasiya edici bir xüsusiyyətə malikdir. Və bu qarışım bizə eyni zamanda daxili xəstəliklərimizdə, bayaq dediyim kimi ürək-qan damar sisteminin xəstəliklərində və də bağırsaq sisteminin xəstəliklərində çox mükəmməldir. Bundan istifadə edə bilərik. Eyni zamanda aloe bitkisi həm də qəbizliyi aradan qaldıran vasitələrdən biridir. Aloedən mütəmadi istifadə edən insanlarda qəbizlik tamamilə aradan qalxır və bağırsaqlarda əmələ gəlmiş eroziyalar da aradan qalxır. Sonra əzələ kramplarında, əzələ ağrılarında həm geli ilə əzələ üstünə çəkilir və həm də daxilə qəbul olunur. Niyə? Çünki aloenin tərkibində bol miqdarda maqnezium vardır. Və bu maqnezium hesabına deməli əzələ krampları, yəni qız olmalarının qarşısı alınır. Aloedən bir müddət istifadə edəndən sonra aloenin balla qarışımını bir müddət istifadə edəndən sonra adama çoxlu gümrahlıq da gəlir. Yəni halsızlığı, yorğunluğu da aradan qaldırır. Bu nəyin hesabına olur? Çünki aloenin tərkibində çoxlu amin turşular var. Həmin amin turşuların hesabına insanı rahatlaşdırıcı və tonuslandırıcı bir təsir göstərir. Yəni Allah Taala belə deyərdim ki, biz insanlara o qədər vasitələrlə kömək eləmək istəyir. Gör nə qədər nemətlər bizə verib. Biz bunları sadəcə olaraq sizə çatdırmaqda onu demək istəyirəm ki, yəni həqiqətən çarəsi olmayan xəstəlik yoxdur. Həqiqətən, yəni Allah Taala bizə bu qədər nemətləri verib, biz bu nemətlərdən istifadə eləmirik. Əgər biz bu nemətlərin hamısından istifadə eləsək, bizə heç bir kimyəvi dərman istifadə eləməyə gərək qalmaz. Və elmin, texnikanın da elə bir inkişafı o demək deyil ki, biz bu dərmanların istifadəsindən geriyə qalaq. Elmin, texnikanın inkişafı elə belə öz yerində, yəni amma biz sağlamlıq üçün mən deyərdim ki, aloe özü canlı aptekdir. Bu birini istifadə eləmək lazımdır.